Selamünaleyküm. Ben bugün yine sizlerle sağlığım hakkında danışmaq istəyirəm. Mövzumuz ise onurğa sütunu. Bəli, insanlar müasir dünyamızda onurğa deyəndə sanki həkim termini ilə desək, qırıc əmələ gəldikdən sonra, onurğada qırıc əmələ gəldikdən sonra o haqda düşünməyə başlayırlar. Ancaq isə onurğa insan sütunu deməkdir. Yəni adından da belli olduğu kimi onurğa sütunu ilə insanın sütunu. İnsan hem yatır, hem yaşayır, hem de hareket ediyor. Müasir dövrümüzdə onurğaya çox da fikir verilmir. Bəli, insan, müasir insan. Onurğa ilə nəinki idarə olunur, yaşayır, hətta onurğa ilə təmin olunur. Bütün orqanlar onurğadan asılıdır. Başımız onurğanın üstündə durur, böyrək də, ciyər də, hamısı onurğaya bağlıdır. Yəni, müasir dövrümüzdə demək olar ki, onurğa hamının yadından çıxıb. Onurğa sanki tibbin də yadından çıxıb. Dediyim kimi, ancaq qırıca olanda insanlar qorxudan buna inanırlar. Əgər insanın onurğasında istər tifoz, istər skalyoz, istərsə deformasiya varsa, istənilən halda o insan xəstə olacaq. Onu müasir həkimlər, böyrək həkimi var, ürək, baş, bədən və digər hər cür həkim adları var. Ancaq demək olar ki, onurğa ilə heç kəs məşğul olmur. Müasir tip onurğa ilə məşğul olur. Yalnız cərrahlar müdaxilə eləyə bilirlər. Müasir dövrümüzün bax, bu böyük problemidir. Əgər bir insan dediyim kimi onurğasında bir problem varsa, mütləq daxili orqanlarına təsir edəcək. Siz ürəyə gündə 100 dəfə müalicə eləyə bilərsiniz, hətta cərraha müdaxilə eləyə bilərsiniz və yaxud da başqa orqanlara. Əgər onurğa siniri bağlıdırsa, yəni onurğa sıxılıbsa, ora sinir buraxmırsa, o demək ki, orada qan dövranı yoxdur, orada həyat yoxdur. Onurğa siniri bütün orqanlara təsir edir. Yəni, müasir insanın əsas problemlərindən biri onurğasına diqqət yetirməməkdir və bu da müasir dövrün bəlasına çevrilib. Müasir insan nə vaxt ki, öz onurğasına fikir versə, demək olar ki, ondan sonra təkcə insanlar yox, hətta insan sağlamlığı ilə məşğul olan adamlar onurğa sinirinə fikir versə, bütün insanlıq da demək olar sağala bilər. Mən özüm də bu işlərlə məşğul olduğum üçün deyirəm ki, bəzən insan onurğası hamının yadından çıxıb. Sanki o heç lazımsız bir orqana çevrilib. Amma əslində isə biz hərəkətimizdə, durmağımızda, gəzməyimizdə, hətta yatmağımız belə onurğamızın üzərindədir. Sizin qamətiniz düzdürsə, onurğa sütununuz düzdürsə, sizdə xəstəlik ola bilməz. Yəni, olanda tez keçəcək. Yox, sizin əgər onurğa sinirinizdə, onurğanızda bir problem varsa, o mütləq daxili orqanlara təsir edəcək və siz xəstə olaraq da qalarsınız. Bütün günü həkimlərin növbəsində, necə ki, İran, Turhan, bütün insanlar bizim tək bizim klinikalarda deyil, başqa ölkələrin də klinikalarında növbə saxlayırlar. Onurğanıza fikir verin.